Müsahibədə verilən suallar. Könüllü müsahibəsindən danışmış olar. Könüllüyə gəlmirsən və səni burada motivasiya edən nədir? Verilən birinci sualımız introduksiya. Nədir? Dil biliyi. Əgər hər hansı bir dil biliyin varsa. Hər kəsə salam, kanalıma və videoma xoş gəlmisiniz. Mən Yolada Təkşiyeva. Unuduram, həsən əl çıxamam. Bu bilirsiniz neçənci çəkilişimdir dostlar. Hər kəsə salam, kanalıma və videoma xoş gəlmisiniz. Mən Yolada Təkşiyeva. Bugün sizlərlə bir yerdə nəhayət ki o videonu çəkirik. Hansı videodur deyə soruşsanız, müsahibədə verilən suallar. Yəni bu suallar deyimmi, bu videomu deyim, məndən çox istənilmişdi uşaqlar. Ona görə dedim ki, nəhayət belə bir video çəkim, həm sizin üçün yararlı olar, həm də nə bilim özüm də məsləhət verərəm də sizə bacardığım qədər. Təbii ki də, yəni mənim wow bir könüllülük həyatım olmayıb, amma baya bir könüllülüklərə getmişəm və oradan təcrübə yığmışam. Bilirəm nənədirsə və istədim bu təcrübəmi də, bu necə deyim sizdən, məlumatlarımı sizlərlə bölüşüm. Amma bu arada bir şey də deyim sizə, videonun içərisində suallar qoyacağım. Həmin sualları cavablandırmağı unutmayın. Çünki hamısını oxuyuram və səhv olanları Instagram story'imdə, daha doğrusu səhv, düz fərqi yoxdur. Hamısını Instagram story'imdə paylaşacağım. Buna görə mən Instagramdan izləməyi burada bir yerə yerləşdirəcəm. Unutma. Daha sonra isə özüm də sizə burada məsləhətlərimi verəcəm. Səhv olanları bir yerə düzəldəcəyik. İnşallah ki, hər biriniz üçün bu videom yararlı olar. Buna görə yenə dedim ki, mən Instagramdan və YouTube'dan, TikTok'dan izləməyi unutma. Həmçinin yorumda, komment yazsan, like da atsan, məni çox xoşbəxtləmiş olarsan. İndi isə keçək videomuza. Uşaqlar, gəlin ilk olaraq sizinlə müsahibə haqqında danışaq. Çünki könüllülük haqqında biraz uzun ola bilər, amma müsahibə çox qısa və konkretdir. Yəni bunları ötürək keçək, sonra gələk könüllülük, universitet bunlar haqqında danışaq. İlk olaraq könüllülük haqqında, müsahibə haqqında. Müsahibəyə gedirik. Uşaqlar, bilirəm ki, nə qədər desəm, o həyəcan olacaq. Yəni desəm ki, həyəcanı at kənara, onu mənə dəfələrlə deyiblər, amma mən özümdə heç vaxt bacarmıram. Halbuki uşaqlar, dəfələrlə iş müsahibəsində, dəfələrlə könüllü müsahibəsində olmuşam. Yəni, məsələn, bu dəfə edirəm ki, gedirəm, rahatam da, yəni ki, dəfələrlə müsahibələrdə olan bir insanam, amma yox, yenə də o həyəcan mənimlə bir yerdədir. Ona görə biraz olsa da olur və qarşımızdakı şəxs bunu hiss eləyir. Yəni, narahat olmayın ki, mən həyəcanlı oldum, məni seçməyəcəklər. Hələ bir şey yoxdur. Sadəcə, əslində o həyəcanı bilirsiniz nəyə görədir. Mən bunu çox istəyirəm və bunu sən ona bildirirsən də. Yəni, insan, məsələn, mən həyəcanlı olmayım, sevmədiyim bir şeydir, rahat gedirəm də, seçilərəm, seçilmərəm, neyniyim, belə bir şey. Başa düşürsünüz? Amma mən həyəcanlı gedəndə, yəni deməli onu istəyirəm. Yəni, bu mən özümə, bilmirəm, bəlkə təsəllidir falan, belə anlayıram. Qaldı ki, digərlərində uşaqlar, bu haqda danışacaqlarım mənim könüllülük təcrübəm, həyat təcrübəm, nə bilim, universitet həyatımdan, yəni digərləri haqqında heç bir şey deyə bilmərəm. Sadəcə bunlar mənim təcrübələrimə əsaslanır və bunlar əsasında deyəcəm sizə. İndi isə gələk nəyə? Geyinmə çox önəm verməliyik. Daha sport yox, daha rəsmi də yox, klassik geyimlərə üstünlük verin. Ağ-qara tonlar olsa, qəhvəyi tonlar falan, bunlar çox yaxşıdır. Yəni, rəngbərəng geyinib müsahibəyə getmək biraz qəribə çıxır. Və yaxud da, məsələn, dress code falan vardı, yəni onlardan istifadə eləməyə lazımdır. Lap onların dərinliyə getmək istəmirəm. Əsas onları çünki biz internetdən də tapa bilərik. Amma əsas olan bilirsiniz nədir? Suallardır. Müsahibəyə gedirsən. Mən burada iş müsahibəsindən danışmıram, könüllü müsahibəsindən danışıram uşaqlar. Getdik. İlk olaraq verilən birinci sualımız introduce yourself. Nədir? Özünüzü təqdim eləməlisiniz. Uşaqlar, bu zaman konkret sözlərini istifadə eləsəz çox əla olar. Məsələn, mən elə IELTS-dan falan da eşitmişdim. Mənim bir müəlliməm var, demişdi ki, 4 cümlələ özünüzü izah eləməyi bacarın. Yəni, demirəm, danış orada hobbilərin falan. O ayrı bir sualdır. Məsələn, filankəs o filankəs, bu universitet, bu yaş, belə. İfsyo. Yəni, bu sən özünü təqdim eləyirsən. Bitdimi? Gəlirik uşaqlar, hansıdır? Burada qeyd eləmişim kimi yadımdan çıxır. Bu, özünü təqdim eləmə əsasdır. Ona görə indidən hazırlaşın deyərdim də, amma ki, gərək yoxdur, özü bilirsən də, yəni. Neysə, Allah, bu yeri unudun. Getdik. Dil biliyi. Əgər hər hansı bir dil biliyin varsa, ki, zaten sən application-da eləyəndə orada bütün hamısını qeyd eləmiş olursan, hansı dil biliyin. Çünki, yəni, hər könüllülükdə o şərtdir ki, dil biliyi soruşulsun da, yəni, İngilis, Rus, Türk, nə bilim, hansını bilirsə. Əsasən də, təbii ki, İngilis, Rusa çox önəm verilir uşaqlar. Bunlar haqda danışırsan, bu haqda danışmırsan. Yəni, biraz səni orada danışdırır. İndi deyəcəyim sual, 3-də hobbilər və gələcək karyerandır. Bu 2 ilə 3-ü biz birləşdirə bilərik. Çünki o zaman sənə sual verir ki, gələcək karyeran və hobbilərin haqqında ingiliscə danış. Və bu 2 sualı birləşdirib sənə verə bilər.
Çünki dəfələrlə mənim başıma gəlib. Bu 2-3-cü sualımız. Uşaqlar 4-cü sualımız background. Ən əsası, yəni səndən soruşur ki, bundan əvvəl hansı layihələrdə iştirak eləmisən? Hansı təşkilatda könüllü proqramın olub? Və yaxud hansı təşkilatda könüllü proqramın olub? Orada nə işləmisən? Nə işlə məşğul olmusan? Məsələn, mən deyirəm ki, hamınızın bildiyi məşhur Formula 1-də Workforce-da işləmişəm. Nə işlə məşğul olmusan? Nə etmisən? Və yaxud da digərlərində ENS kimi təşkilatlarda Access-də, girişdə dayanmışam. Yəni bu kimi suallar verə bilər və sən də əgər sənin backgroundunda varsa könüllülük layihəsi, başlayırsan danışmağa. Dediyim kimi, çox uzun-uzaq danışmağa gerək yoxdur. Uşaqlar, mənəmlik deyilən bir şey var. Onu əsla eləməyin könüllülükdə. Keçən il mən təlimlərdə oldum, onu gördüm. Yəni heç tövsiyə eləmirəm ki, mən burada olmuşam, mən bunu eləmişəm, ora getmişəm. Bu artıq könüllülükdə, yəni özünü biraz yuxarıdan aparmaqdır və könlünə yad olan bir şeydir. Əsla elə bir şey eləməyin. Sonra mənə bəziləri də deyirsiniz ki, mənim backgroundum sıfırdır, mən nə edə bilərəm? Uşaqlar, bir yerdən artıq başlamalıyıq da, düz deyilmi? Ona görə o cəhətdən, o addımı atmaqdan əsla çəkinməyin. Siz eləyin, keçin qeydiyyatdan. Çünki bəzən mən deyirəm, mənə inanmırlar. Könüllülük randomdur. Bəzən. Çox vaxt demirəm, bəzən deyirəm ki, çünki çox könüllü olur və səni random seçirlər, atırlar və bəxt gəldi, şans sən tərəfdən oldu və sən könüllüyə seçildin. Bunu da yenə altını çizərək deyirəm ki, nadir hallarda. Uşaqlar, sonra gəlirik nəyə? Backgroundumuz getdi. Getmişsən, bu 5-ci sualımızdır. Getmişsən hər hansı bir təşkilata. Bu da mənim təcrübəmdir. Məsələn, Dosta getmişsən və yaxud Asana getmişsən, elə formulaya getmişsən, nə bilirsən ki, bu haqda bura gəlmişsən. Yəni, ilk olaraq sən o haqda 6-7 cümlə evdən hazırlaş get. Bu çox mütləqdir. Yəni, çünki mən bir dəfə getmişdim uşaqlar, sistemə getmişdim bir könüllüdən, 2-ci kursda oxuyurdum onda. Mən hər şey okeylədim, danışdım, elədim, amma axırda mənə gəlib dedi ki, sistem haqqında nə bilirsən? Mənə deyir ki, Azərbaycan dilində soruşdu. Sonra deyir, İngilis dilində. Qayıdıb ona deyirəm ki, yəni mən Azərbaycan dilində bilsəydim, Azərbaycan dilində danışardım da, Azərbaycan dilində bilmədiyim İngiliscə necə danışa bilərəm? Yəni mənə bunu 2 dəfə soruşdu. Həm Azərbaycan dilində, həm İngilis dilində. Ondan sonra inanırsınız, getdim, hər könüllükdə mütləq şəkildə 6-7 cümlədə olsa araşdırdım, getdim. O gün gimnastikaya getmişdim də. Yəni atlara qədər əzbərləmişdim də yolda. Amma gördüm ki, heç kəs məndən soruşulmadı. Yenə deyirəm, bunlar hamısı hər səfərdə veriləcək suallar deyil. Amma bəxtinə hansı düşdüsə, sənə verilə bilər. Yaxşımı? Deməli, dostlar, harada qalmışdıq? Oradan davam eləyək. Motivasiya nədir? Motivasiya nədir? Uşaqlar, deyir ki, könüllüyə gəlmişsən və səni burada motivasiya edən nədir? Məsələn, mənim motivasiyam odur ki, mən gedirəm, yeni şeylər öyrənirəm və daha çox əylənirəm. Mənim motivasiyam budur. Və bir də ki, getdiyimiz yerdə nələrsə öyrənməyə çalışaq uşaqlar. Atıram, jurnalistikada oxuyan bir şəxs gedib sokarda könüllü eləyib. Okey, eləsinə mən bir şey demirəm ciddən, bəlkə də seçilir. Amma bildiyimizə görə uşaqlar, sokar neft mühəndisliyində oxuyanlar üçün. Çünki neft, qaz, kimya mühəndisliyi bunlara daha yaxşıdır. Amma jurnalistikada oxuyub gedən biri sokarda sizcə nə öyrənə bilər? Heç bir şey. Amma jurnalistikada oxuyan biri mediada könüllülük eləyə bilər. Çünki tam onun ixtisasına uyğun bir şeydir uşaqlar. Və yaxud atıram, baytar olan zooparkda, Adiyada könüllü ola bilər. Elə neft, kimya mühəndisliyi sokarda ola bilər. Sonra deyəcəksiniz ki, sən harda ola bilərsən? Uşaqlar, məncə mənim ixtisasım ingilisin müəllimliyi, dildir də. Yəni bu öndə gedir də. Özümü çox göynə aparmaq istəmirəm. Uşaqlar, elə anlamayın məni. Sadəcə olaraq ona demək istəyirəm ki, bu bir dildir və hər bir könüllülükdə əsas olaraq dil, yəni ki, dilə önəm verilir də. Buna görə mən düşünürəm ki, elə mən getdiyim yerlərdə, yəni uyğundur mənim üçün. Çünki sırf deyim ki, mənim ingilis dili xas bir könüllülük var, yoxdur. Vaxta qədər də rastlamamışam. Məsələn, konservatoriyada oxuyanlar üçün mədəniyyət deyilir. Bilmədim, qarışdırdım, amma onlar üçün də könüllülük var uşaqlar. Daha sonra mədəniyyət könüllüləri də elə onlar məncə. Daha sonra uşaqlar gəlirik nəyə? Fövqəladə oxuyanlar üçün də var fövqəladə könüllülüyü falan. Yəni çoxdur. Hərəsinin ixtisasına aid olan daha doğrusu ixtisasına uyğun olan könüllülük layihələri çoxdur. Və çalış ki, sənin motivasiyan olsun və səni orada soruşacaq ki, səni motivasiya edən şey nədir ki, sən bura gəlmirsən? Və orada çalış özünü izah eləyəsən. Yəni bu əsas önəmli bir şeydir. Uşaqlar, gəlirik niyə məhz sən? Niyə biz səni seçməliyik? Yəni, okey, sən deyə bilərsən ki, mən kitab oxuyuram, musiqi dinləyirəm. Uşaqlar, bunlar hamısı yəni eyni şeydir.
Çünki dəfələrlə əvvəl mən də demişəm, amma artıq applicationlarda falan yazmıram kitab oxumağı. Düzdür, heç mən kitab oxuyan da biri deyiləm, amma təbii ki, sənin bu hobbinsə bunu dilə gətirməlisən. Amma niyə məhz sən sualını verəndə çalış daha kreativ ol? Yəni, məsələn, atıram, liderliyi bacarıram. Bu çox önəmlidir. Çünki sən komanda şəklində işləyirsən. Bu formulada digərlərində çox önəmlidir. Çünki sən könüllükdə bir komanda şəklində işləyirsən. Workforce olsun, Access olsun, Marshall olsun və s. digərləri. Yəni, liderliyi bacar mütləq şəkildə. Yəni, bu səni ciddən digərlərindən 1-0 öndə eləyər o bacarıq. Sonra gəlirik situasiya tipli uşaqlar. Mən bunların cavabını verməyəcəm. O verəcəyim 4 sualdan ikisi mənə verilib. Həmin sualları da sizə deyəcəm. Və digər ikisini də əlavə özüm sizin üçün hazırladım. Onların hamısını yorumda yazarsınız və mən hər birini Instagram story'imdə paylaşacağım və Instagramda da mən dediyim kimi takip etməyi unutma. Gəlirik uşaqlar, nədir situasiya tipli? Mənə verilən suallardan birincisi. Lidersən, komanda şəklində işləyirsiniz və arxanca danışıldığını eşidirsən. Uşaqlar, bu deyəcəklərim əslində ciddən könüllülüklərə çox yad olan bir şeylərdir. Yəni, könüllülüklərdə bu olmur. Əgər komanda şəklində işləyirsənsə, o qədər mehribançılıq olur ki, yəni çox gözəl bir şeydir də bu da. Amma yenə də eşitdin. Sən ona qarşı reaksiyan nə ola bilər uşaqlar? Yəni, məsələn, bilirik ki, arxanca danışılanda 100-ün 30% yaxşıdırsa, 70% geri qalan pisdir. Yəni, pis danışırlar və sən nə deyə bilərsən? Sənin reaksiyan nə ola bilər ki ona? Həmin suala necə cavab verə bilərsən, qeyd eləyirsən. İkincisi, yenə lidersən və münaqişə baş verib komanda daxilində, sən bu zaman necə bir hərəkət eləyərsən, yəni kimə xəbər verərsən, bu ikinci sual. Üçüncü suallarla dördüncü sualı özüm hazırlamışam. Yenə lidersən uşaqlar və fikir ayrılıqları baş verib. Yəni, münaqişə zad yoxdur, sadəcə fikir ayrılıqdır. Mən bunu istəyirəm, o bunu istəyir və sən ona qarşı reaksiyan nə ola bilər? Sən onları bir araya necə gətirə bilərsən? Dördüncü sualım, yenə lidersən və bu zaman komanda daxilində, unutdum. Deməli, uşaqlar, xatırladım o sualı. Deməli, nədir? Məsələn, komandada yenə lidersən və sən arxanca belə bir danışıldığını eşidirsən ki, mən kaş onun yerinə olsaydım, o bu işi bacarmır, kaş mən eləsəydim. Bu əslində digər bir sualına biraz eynidir, amma mən sizə bunu daha açıq formadan deyirəm. Bu zaman sənin reaksiyan necə olardı? Yəni, uşaqlar, budur. Çox dərinliyinə getmirəm, cavabları sizdən gözləyirəm, aşağıda yorumlarda yazarsınız. Uşaqlar, bu qədər suallar, yəni yenə dediyim kimi, öz könüllülük təcrübəmdən əsaslanaraq verdiyim suallardır, hazırladığım bir videodur, verdiyim suallardır. Amma yenə dediyim kimi, introduce yourself, dil biliyi, background, motivasiya, nə bilim, situasiya tipli, bu kimi suallar sənə tez-tez verilə bilər. Yəni, o dediyim 3-4 sual vəbşə də hər könüllülükdə olur. Çünki özünü təqdim edib başlamalısan da danışmağa. Yəni, uşaqlar, bu qədər, yəni, bacardığım qədər sizin üçün bu videonu çəkməyə çalışdım. Amma deyirəm ki, qoy qısa olsun. Çünki bəzən belə videolara qulaq asanda özümün belə canı sıxılır. Ona görə istəyirəm qısa olsun ki, rahat qulaq asa biləsiniz. Və digər videomda isə ayrıca könüllülük nədir? Universitet həyatım, bu çox istənilən bir şey olub. Könüllülük, universitet həyatı və könüllüklərdə necə işlərlə məşğul ola bilərik? Bu kimi sualları cavablandıracağım sizin üçün. Sadəcə olaraq müsahibə daha çox istənilmişdi. Çünki müsahibəyə gedənlərimiz var və bilirsiniz ki, o gözlənilən an F1 artıq gəlmək üzrədir, qeydiyyat açılmaq üzrədir. Yenə deyirəm, tələsməyin uşaqlar. Hər an, yəni gecikə də bilər və yaxud hər an qeydiyyata açıla da bilər. Onun üçün tələsmirik, yaxşımı? Bu qədər. İnşallah videom sənin üçün çox yararlı olmuşdur. Ola bilər bəzi yerlərdə yenə danışığımda həyəcan hiss eləyə bilərsən. Bunu çalışdığım qədər digər videolarımda aradan qaldıracağım. Məni Instagram, TikTok və YouTube'dan takip eləməyi unutma. Həmçinin komment və like eləsən, məni çox xoşbəxt eləmiş olarsan. Sağ ol. Gələn videolarda görüşmək üzrə.